Ronaldo mənə görə çox böyük bir oyunçudur. Ronaldo mənə görə tarixi bir oyunçudur. Futbolu dəyişən oyunçulardan biridir. Bəziləri elə bilir ki, mən Ronaldonun heyteriyəm və Ronaldodan zəhləm gedir. Xeyr, bu belə deyil. Mən Ronaldonu doğrudan da böyük bir oyuncu hesab edirəm. O oyuncu ki, öz əzmi ilə, öz xarakteri ilə, öz qalib ruhu ilə özünü bura qaldırdı. O Messi qədər istedadlı deyildi. O Messi kimi sehirbaz deyildi. Allah ona Messi'yə verdiyi sehri vermədi. Gəlin bunu boynumuza alaq. Amma Allah ona tam başqa bir şey verdi. Əzm, istək. Bax, budur Ronaldonu digər oyunculardan fərqli edən. Amma Ronaldonun karyerasının sonlarında etdiyi hərəkətlər, dediyi sözlər az da olsa onun statusunu aşağı saldı. Bəziləri mənə yazır ki, Fuad, o nə sözdür demisən? Ronaldo kuboku özünə görə istəyir, Portuqaliyaya görə istəmir, xalqına görə istəmir. Elə deyilsizcə? Mən demirəm ki, Ronaldo millidə olmamalıydı. Ronaldo millidə olmalıydı. Amma əsas fiqur kimi yox. Çünki artıq o Lionel Messi kimi komandasını daşıya bilmir. Bunu hamımız açıq-aşkar görürük. Lionel Messi hal-hazırda Dünya Kubokunda Argentinanı tək daşıyır. Adam götürüb 10 nəfəri daşıyır. Əgər bunu Lionel Messi edə bilməsəydi və o da Ronaldo kimi batırsaydı, mən açıq-aşkar deyərdim ki, Lionel Messi, quzu kəsərəm sənə, qurban olum. Otur ehtiyatda, 70-dən sonra gir oyna, 80-dan sonra gir oyna. Nəsə olar eləyərsən, amma artıq sən o deyilsən, sən daşıya bilmirsən. Qəbullan bunu. Və əlbəttə ki, əminəm ki, mən Lionel Messi də belə olsaydı, o onu həll edəcəkdi. Amma Ronaldo bunu qəbullanmaq istəmir. Ronaldo deyir, yox, mən oynamalıyam. Bəlkəm sənin komandaya o müsbət enerjin, sənin o komandaya verəcəyin töhfə meydanda yox. Bəlkə elə ehtiyat oyuncular skamyasındaydı. Sən orada bir lider kimi, sən orada bir ağsaqqal kimi komandaya dəstək olsaydın, bəlkə hər şey tam başqa cür ola bilərdi.